إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Ötələ Müslümanlar, Riyadus Salihin, Salihlər Bağçası kitabını keçməyə davam edirik. Və biz keçən dəfə yeni bir fəsil başladıq. Fəslin adı Əl-İqtisadu Fit-Ta'a, yəni itaətdə orta yol tutmaq. Mövzumuz buydu. Və biz qeyd elədik ki, ümumiyyətlə, ibadətdə, itaətdə orta yol tutmaq çox önəmlidir. Çünki ibadətin qəbul olması üçün də məhz bu şərt mütləq olmalıdır. Yəni orta yol. Orta yolu da biz necə tuta bilərik? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olmalıdır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin etdiyi ibadətlər, itaətlərin hamısı məhz orta yoldur. Necə ki, sahabələr Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin ibadətini vəsf edirlər, həmçinin xütbəsini vəsf edirlər və deyirlər ki, onun ibadəti orta yoludur. Çox uzun, nə çox uzun, nə də çox qısa idi. Necə ki, bu barədə bir hədisimiz gələcək. Və biz keçən dəfə bəzi hədisləri götürdük. Bugün davam edəcəyik. İlk hədisimiz Abdullah ibn Məsuddan rəvayət olunur. Ənnən Nəbiyyə sallallahu aleyhi ve sellem qal, hələkəl mutanatti'un. Qaləhə sələsən. 3 dəfə deyil. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, dini çətinləşdirənlər həlak oldular. Dini çətinləşdirənlər həlak oldular. Mutanatti'un məhz bunlardır. Yaxşı, kimlərdir bu dini çətinləşdirənlər? Yəni, özlərini, yəni dində olmayan bir şeylə, bir əməllə yükləyənlər, dərinə gedənlər, Allah Taala'nın buyurmadığı, Allah Taala'nın bizdən tələb etmədiyi əməlləri özlərinə yükləməklə. Və bu hədis Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin başqa bir hədisinə bənzəyir. Hədisi İbn-i Məcə və həmçinin digər hədis kitablar, alimləri rəvayət etmişlər. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem həcc edərkən, vida həccində sahabələrdən birinə İbn Abbasa radiyallahu anhu dedi ki, get mənə daş gətir, camaratı daşlamaq üçün, camarata daş atmaq üçün. Bildiyiniz kimi bayram günü həcc ziyarətində olan zəvvarlar, həcilər, onların etdiyi əməllərdən biri də camaratı daşlamaqdır. Yəni, camaratı daşlamaq, qardaşlar, şeytan daşlamaq deyil. Yəni, bunu bəzi hədis inkarçıları və yaxud dinə təyin edənlər və yaxud deistlər, ateistlər bunu eyib kimi gətirirlər və yaxud bunu bir qəbahət kimi deyirlər ki, şeytana daşlayırsınız. Xeyr, qardaşlar, orada camaratdır. Camarat da bir sütundur və onu daşlamaqda məqsəd ilk növbədə Allahı zikr etməkdir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, camarata daş atmaq, təvaf etmək, Safa Mərva dağları arasında səy etmək, bu Allahı zikr etmək üçün buyurulur. Çünki biz daş atanda nə deyirik? Allahu Ekber. Və həmçində İbrahim Peyğəmbərin sallallahu aleyhi ve sellem onun hadisəsini xatırlayır. Çünki şeytan ona yaxınlaşır həmin vaxtı. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem İbn Abbasa deyir ki, mənim üçün daş gətir. İbn Abbas onun üçün daş gətirir. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem həmin daşları əlinə götürür və deyir ki, bu daşlarla atın, yəni kiçik daşlar. Daşlar kiçik olur. Deyir, bu daşlarla atın, belə daşlar götürün. Və sonra nə deyir? Deyir, İyyəkum vəl-ğuluvvə fid-din. Və sizi dində həddi aşmaqdan çəkindirirəm.
فَاِنَّمَا أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمْ الْقُلُوبُ فِي الدِّينِ Həqiqətən sizdən əvvəlkiləri, yəni əvvəlki ümmətləri həlak olmasına səbəb dində həddi aşmaqları oldu. Fikir verin, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yəni daşı götürür, baxır daşlara, əlində baxır daşlara və deyir ki, bu daşlarla, belə daşlarla cəmarat atır. Çünki niyə görə? Hətta indi də dövrümüzdə görürük ki, yəni həcə gedən insanlar bunun şahidi olurlar. Bəzi insanlar yekə daşlar götürür. Yekə daşlar götürür. Fikirləşir ki, nə qədər yekə olsa bir o qədər yaxşıdır. Və bu həddi aşmaqdır. Və ona görə də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem məhz bu məqamda sanki bilirmiş ki, yəni insanlar həddi aşacaqlar və bu daşları, bəziləri daşları götürür, zəmzəmlə yuyur. Yəni bunlar hamısı dində həddi aşmaqdır, ehtiyac yoxdur buna. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sadə deyir ki, daş gətir, kiçik daşlar, məsələn, bu daşlarını atın. Və bizim bu hədisdə hələkəl mütənətti'unə dində həddi aşanlar, dini çətinləşdirənlər həlak oldular 3 dəfə təkrarladı. Niyə görə 3 dəfə? Həm təkid etmək üçün, həm də çəkindirmək üçün. Və dində həddi aşmaq, dini çətinləşdirmək də nədir? Bayaq qeyd elədiyim kimi, insanın özünü yükləməsi. İnsan özünü yükləyir. Necə ki, biz bu günləri şahidi oluruq, bəzi firqələr neynirlər? Allahın buyurmadığı əməllərlə özlərini yükləyirlər. Bəziləri özlərinə əziyyət verir, qan çıxardır bədənindən, başını yarır, belini yarır, üz gözünü cırır. Yəni bunlar, Allah Teala bunu buyurur bizə. Allah Teala bizə qarşı rəhmətlidir, şəfqətlidir. Belə bir şey buyurmayıb Rəbbimiz. Bu din deyil. Bunlar hamısı nədir? Şeytanın vəsvəsəsidir. Həmçinin bəziləri baxırsan, zikirdə həddi aşır. Allahı zikr etməkdə həddi aşır və özlərindən elə zikirlər uydururlar ki, qıraqdan, kənardan baxan o da deyir ki, yəni belə din yoxdur. La ilahe illallah deyə qaçırlar. Qışqıra-qışqıra, səslərini qaldırırlar. Yəni bunlar hamısı nədir? Şeytanın azdırmasıdır insanı. Çünki biz keçən dəfə də qeyd elədik ki, şeytan insanı 2 yoldan biri ilə azdırır və onun üçün fərq eləmir. Hansı ilə olur olsun. Ya şəhvətlərlə, ya şübhələrlə. Şəhvətlərlə kimi azdırır? Baxır insana, o insan şəhvətlərə meyillidir. Zina, vəsair, içki, nəfsinin şəhvətlərinə meyillidir, zəifdir. Və bu yoldan azdırır onu. Onu meyil elətdirir qadınlara, meyil elətdirir onu narkotika, içkiyə və s. Və həmçində baxır, görür, yox, bir qrup insan dinində möhkəmdir. Bunu azdırmaq olmaz şəhvətlərlə. Və onu da neyniyir? Şübhələrlə. Və şübhələr də nədir? Vəsvəsələr və həddi aşmaq, dini həddi aşmaqla. Dində həddi aşdırmaqla. Adam var dəstəmazda həddi aşır. Adam var təkvirdə həddi aşır. Yəni bu da təkvirçilərin də azmağına səbəb nədir? Həddi aşmaqdır. Müsəlmanı öldürməyi səhv edin ki, onlar dindən görürlər. Müsəlmanları özü də. Yəni səhv edin ki, kafirlərlə işləri yoxdur ya, məhz müsəlmanlarla. İlk növbədə nədən başlayır? Müsəlmanın qanını halal etməklə. Başlayır vəsvəsə verməyə. Filan kəs, filan günah edir, böyük günah edir, demək ki, o müsəlman deyil. Və sonra başlayır davam. Bu müsəlman deyilsə, demək ki, bunu nə etmək lazımdır? Öldürmək lazımdır və s. və s. Və nəticədə də nə olur? Fitnə, fəsad. Hətta elə insanlar var ki, özü özünə şübhəyə düşür. Mən müsəlmanam mı? Mən kafirəm mi? Yox, mən dindən çıxmışam, mən günah elədim. Yəni, böyük günahları dindən çıxan əməl görmək, bu nədir? Xavac edən yoldur. Və bu da səbəb nədir? Həddi aşmaqdır. Və ona görə dinimiz, baxsaq əgər Quran-ı Kərimdə və həmçinin hədislərdə dinimiz çəkindirib həddi aşmaqdan.
dərinə getməkdən və baxırsan təkfirçilərin çoxu özü nədir? Vəsvəsəlidir. Vəsvəsəli insandır. Baxırsan özü vəsvəsəsi dəstəmazında və s. müəyyən şeylərində vəsvəsə var. Yəni özü salamat deyil. Halbuki orta yolu tutsa, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin dediyi kimi orta yolu tutsa, alimlərin dediyini etsə, alimlərin dediyi kimi orta yolu tutsa, bütün bu bəlalardan nə olar? İnsan uzaq olar. Ona görə də orta yolu tutmağın, dedik ki, nədir? Demək, necə orta yolu tutmaq olar? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olmaqla. Növbəti hədisimiz Əbu Hüreyrədən rəvayət olunur. An Əbi Hüreyrədən radiyallahu anhu anin Nəbi sallallahu aleyhi ve sellem qal İnnəd-dinə yusrun və lən yüşəddəd-dinu illə qaləbə fəsəddidu və qaribu və əbşiru və istəinu bil-qadvəti və-ravhəti və şeyin minəl-dulcəti. Hədisi Buxarı rəvayət edir. Əbu Hüreyrə rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem demişdir. Həqiqətən din asandır. Yəni din asanlığı buyurur. Dini çətinləşdirən elə kimsə yoxdur ki, din onu üstələməsin. Nə deməkdir? Yəni bir insan özü dini çətinləşdirərsə, özü üçün, yəni gücü çatmayan əməlləri özünü yükləyərsə, o halda din onu üstələyər. Nə deməkdir bu? Yəni gücü çatmaz, özünü yorar, aydındır, budur mənası. Yəni din çox genişdir, dinin əhkamları çox böyükdür, dində bulunan ibadətlər çoxdur. Hər bir insan öz gücü çatan qədər yerinə yetirməlidir. Yəni sən qabağıma belə bir məqsəd qoyma ki, mən bütün dinin əmirlərini və həmçinin bütün qadağalarından çəkinəcəm. Sözsüz qadağalarından çəkinmək lazımdır. Söhbət əmirlərdən gelir. Bütün nafilələri yerinə yetirəcəm. Xeyr, gücün çatan qədər. Bəli, əgər gücün çatacaqsa, etməyin daha yaxşıdır. Lakin edə bilmirsənsə, o zaman öz gücün çatan qədər yerinə yetir. İnsan gərək özünə də, öz nəfsinə də nə eləsin? İstirahət versin. Çünki nəfsin də sənin üzərində haqqı var. Sən onu yormamalısan. Əgər yoruldunsa, görürsən ki, yoruldun, demək istirahət vermək lazımdır. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, fəsəddidu. Fəsəddidu, yəni elə isə doğru yolu tutun. Yəni çalışın, dini əməl edin. Və qaribu. Qaribu, yəni hərfi tərcümə etsək, yaxınlaşın. Nəyə yaxınlaşın? Yəni, hamısını yerinə yetirə bilməsəz də heç olmasa yaxınlaşın. Və bunu alimlər nəyə bənzədirlər? Məsələn, bir insan oxla bir hədəfi vurmalıdır. Hədəfin, düz hədəfin ortasına düşmək 10 baldır, məsələn. Yəni, bir insan əgər 10 ballığa vura bilmirsə, heç olmasa 9, 8, 7 bacardığı qədər. Daha hədəf burada olduğu halda, qarşısında olduğu halda başqa istiqamətə atmasın. Məqsəd odur. Yəni, hədisin mənası budur. Səddidu, yəni doğru yola tərəf gedin, hədəfə doğru gedin. Və qaribu, yəni tam yerinə yetirə bilməsəz də, kamil yerinə yetirə bilməsəz də, heç olmasa yaxınlaşın, bacardığınız qədər. Və əbşiru, əbşiru yəni sevinin. Nəyə görə sevinin? Yəni bu etdiyiniz əməllərə görə sizə veriləcək mükafata görə sevinin, cənnətə görə sevinin. Və sonra buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, səhər, axşam və gecənin bir vaxtında ibadət etməklə bu vaxtlardan istifadə edin. Səhər, axşam. Yəni əsasən səhər nədir? Səhər ibadətləri, səhər sübh namazı, zikirlər, axşam nədir? Əsr namazı, zikirlər və s. Bu üç vaxt fikir versək, qardaşlar, Quranda da çox qeyd olunur. Səhər, axşam Rəbbini yad et, səhər, axşam namaz qıl. Və həmçində nədir? Biddul və şeyin minəl
Dulce gecenin bir vaxtı, yəni gecenin son vaxtı. Yəni gecenin son vaxtı da ibadətlərə vaxt ayır. Və bu hədis bizə nəyi göstərir, qardaşlar? Birinci, dinimizin asan olması. Dinimiz asandır. Din asanlığı buyurur. Dində heç bir əməl çətin deyil. Allahın bizə buyurduğu hər bir əməl nədir? Rahatlıqdır. Və ona görə də baxsaq görərik ki, istənilən bir ibadətdə əgər insan onu yerinə yetirə bilmirsə, müəyyən çətinliyi varsa, Allah təala asanlığı buyurur. Su yoxdursa, təyəmmüm edirsən, təyəmmüm. Ayaq üstə qıla bilmirsənsə, oturan yerdə qıla bilmirsənsə, uzanan yerdə. İşin varsa, zəruri bir işin varsa, hətta səfərdə olmasan belə, zərurət halında əməliyyata gedəcəksən və s. birləşdirə bilərsən, səfərdə birləşdirə bilərsən və s. Yəni, dinimiz çox asanlığı bildirir, buyurur. Yəni, çətinləşdirmək lazım deyil. Həmçinin, baxırıq, görürük ki, demək, corabın üstünə məhz çəkmək, xofun üzərinə məhz çəkmək, bunlar hamısı nədir? Asanlıqdır. Və əksinə, əgər Allah Teala asanlıq buyurubsa bir şeydə, o asanlığı, rahatlığı götürmək özü nədir? Allaha xoşdur, sevimlidir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, uca Allah buyurduğu rüsxətlər, yəni asanlaşdırdığı əməlləri etməyi sevir. Allah sevir ki, qulu onun qoyduğu demək, rüsxətləri yerinə yetirsin. Necə ki, sevmir onun haramlarını etsin. Yəni, haramları sevmədiyi kimi rüsxətləri yerinə yetirməyi sevir. Növbəti hədisimiz, qardaşlar, Ənəsdən rəvayət olunur. Ənəs radiyallahu anhu deyir ki, Dəxələn Nəbiyyü sallallahu aleyhi ve sellem əl-məscidə fəizə həblun məmdudun beynəs səriyyəteyni. Bir dəfə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem məscidə daxil olur və görür ki, iki sütun arasında ip bağlanıb. Və qalə mə həzəl həblu. Və dedi ki, bu nə ipdir? Qalu həzə həblun li Zeynəb. Fəizə fətarat təalləqat bihi. Bu ipi Zeynəb bağlayıb və yorulanda, yəni gecə namazı qılır məsciddə və yorulanda, yəni haldan düşəndə, taqətdən düşəndə sallanır bu ipdən ki, yəni demək namazını tamamlasın. Yəni Zeynəb radiyallahu anhə namazın deməli qiyamını, namazda qiyamı uzatmağı sevirdi. Lakin özünə əziyyət verirdi. Yəni o dərəcədə çətinləşdirir ki, artıq görürdü ki, haldan düşür, bu ipdən sallanır. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə dedi? Dedi ki, Hülluhu liyusalli əhədukum nəşatahu fəizə fatara fəliyərqud. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu ki, onu açın, yəni bu ipi açın. Biriniz özünü gümrah hiss etdiyi müddətdə, yəni nə qədər ki, gümrahdır, gecə namazını qılsın. Yorulduqda isə uzanıb yatsın. Yəni özünü çətinliyə salmasın. Nə qədər ki, gümrahdır, yəni insan gümrah olduğu vaxt namazını qılarsa, həm ibadəti bir o qədər keyfiyyətli olar, həm də ki, nə olar, həm də özünü yormaz. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurdu ki, əgər yorulduqda neynəsin? Uzanıb yatsın. Çünki insanın gümrah olduğu vaxtda əlavə özünü yükləməsi nədir? İnsanın bədəninin yəni yorulmasına, haldan düşməsinə və hətta bir müddət ibadətlərdən uzaqlaşmasına səbəb ola bilər. Və fikir versək, burada Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nədir? Öz ümmətinə necə şəfqətlidir, rəhimlidir. Və bu hədis həmçinin bizə nəyi göstərir? Qadın nafilə ibadəti yerinə yetirmək üçün məscidə gedə bilər. Yəni Zeynəb radiyallahu anhə nədir? Gecə namazı qılmaq üçün məscidə gəlir.
Düzdür, qadınların evdə qıldıqları namaz, məsciddə qıldıqları namazdan daha xeyirlidir, daha fəzilətlidir. Lakin, əgər getmək istəyərsən, məsələn, qadın duha namazını qılmaq üçün məscidə gəlmək istəyir və s. və yaxud gecə namazı, yəni icazəlidir, problem yoxdur. Lakin, baxmayaraq ki, nafilə namazlarını evdə qılmaq kişilər üçün də daha yaxşıdır. Yəni, qadın ümumiyyətlə bütün namazları evdə qılması daha yaxşıdır, amma kişilər üçün isə fərz namazlarından başqa nafilə namazları evdə qılmaq daha yaxşıdır. Növbəti hədisimiz Ayşə radiyallahu anhadan rəvayət olunur. An Ayşə radiyallahu anha enne Rasulullah sallallahu aleyhi ve sellem qal: İzə nə'asə əhədukum və huvə yusalli fəliyərbud həttə yəzhəbə anhun nəvm. فإن أحدكم إذا صلى وهو ناعس لا يدري لعله يذهب يستغفر فيسب نفسه. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur, sizlərdən biri namaz qılarkən mürgü tutarsa onu namazda, yəni mürgüləyərsə, yəni burada birinci nəzərə tutulur, yüngül mürgü yox, həddən artıq mürgü. Yəni elə bir mürgü tuta bilər ki, insan nə dediyini başa düşmür. Belə bir hala düşərsə namazda, qoy yuxusu dağılıb, gedincəyədək yatsın. Yəni namazı əgər görürsə ki, qıla bilmir, o zaman neynəsin? Əgər nafilə namazsa tezləşdirsin, yəni yarımçıq saxlamasın. Geçsin, gecə namazıdırsa məsələn, yatsın yarım saat, əgər vaxtı varsa. Sonra gəlsin, davam eləsin. Çünki sizdən biriniz yuxulu namaz qıldığı zaman ola bilər ki, bağışlanma diləmək əvəzinə heç özü də bilmədən özünü söysün və ya özünə bəddua etsin. Və bu, qardaşlar, bu ümumiyyətlə həm fərz namazlarına aiddir, həm də nafilə, fərq eləmir. Fərz namazlarında ola bilər, insan məsələn səfərdən gəlib, namaz qılmalıdır, lakin o dərəcədə yorğundur ki, nə dediyini başa düşmür. Və namazın çıxmağına da var hələ vaxt. Çünki burada qeyd olunmalıdır. Fərz namazlarında əgər namazın çıxmağına vaxt qalıbsa. Belə olan halda bir 15 dəqiqə, 20 dəqiqə, adam var 20 dəqiqə yatır, durur, özünə gəlir. Və nafilə namazlarında isə həmçinin insan gecə namazı qılır. Məsələn, durub gecə namazı qılmağa, lakin nə dediyini başa düşmür. Elə olan halda nə edir? Yatır. Yatmalıdır ki, nə dediyini anlasın. Bu da həmçinin xuşunun önəmli olduğuna dəlalət edir. Yəni, namazda xuşu çox önəmlidir. Xuşu namazın ruhudur. Xuşusuz qılınan namaz, düzdür, namaz qəbuldur, biz demirik namaz batil. Sadəcə nədir? Naqisdir. Ona görə də dinimiz baxırıq ki, bəzi hallarda müəyyən əməlləri namazdan önə çəkir. Məsələn, bir hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, əgər yemək süfrəyə gələrsə və insan da acdırsa və fikri yeməkdə qalacaq, süfrədə qalacaqsa, o halda yesin, yəni müəyyən qədər yesin, acdığını deməli öldürsün, belə deyək, sonra namazını davam edəsin. Çünki nədir? Xuşu çox önəmlidir. Xuşu çox önəmlidir. Həmçinin burada da belə. Və burada həmçinin nəyi görürük biz? Biz görürük ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin öz ümmətinə şəfqəti həm əvvəlki hədisdə, həm burada. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Uca Allah bizi Quran-ı Kərimdə buyurur ki, لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَحِيمٌ. Sizə artıq özünüzdən elə bir elçi gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona ağır gəlir. Yəni, istəmir ki, siz çətinliyə düşəsiniz. Hərisun aleykum. Yəni, sizə hərisdir. Yəni, sizin doğru yolda olmağınıza, sizə xeyir çatmasına hərisdir, çox çalışır. Və möminlərə də şəfqətlidir, rəhimlidir.
Və həmçinin bu hədis nəyə göstərir bizə? Göstərir ki, insan özünü çətinliyə salmamalıdır. Əgər yuxusu gəlirsə, yorğundursa, o halda dincəlib sonra namazını qılmalıdır. Hədisi Buxari və Müslim rəvayət edir. Növbəti hədisimiz və sonuncu hədisimiz Cabir ibn Səmuradan rəvayət olunur. Abu Abdillah Cabir ibn Səmur radiyallahu anh. Qale kuntu usalli ma'an nebi sallallahu aleyhi ve sellem es-salavat fekânet salatuhu qasdan və xutbətuhu qasdan. Cabir ibn Səmura deyir ki, mən namazları Peyğəmbərlə sallallahu aleyhi ve sellem birlikdə qılırdım. Onun namazı da, xutbəsi də orta uzunluqda idi. Yəni, nə çox uzadırdı, nə də çox qısa idi, orta. Bu hədis nəyə göstərir? Göstərir ki, insan ibadətlərdə nə etməlidir? Orta yol tutmalıdır. Bu qədər qardaşlar, Allah bizi eşidib faydalardan etsin, Allah bizi sabit etsin bu dində. Allah bizi Peyğəmbərimiz sallallahu aleyhi ve sellem'in sünnəsinə tabi olan qullarından etsin.